Turşu Badımcan. Xub o vaxtla ev arasında turşu qoyuyla xumlarda o turşulardan tapan ki gözündən deyədi. Badımcanları yaxşı yudin təmiz oldu. Sonra bu quyruğunu hem alasan, qarnını hem yarasan. İndi bəzilə suda qaynatadı, bəzilə turşuda. Turşuda qaynatan tezsər yetişədi. Bu turşu badımcanı neçə model qoyadına. İndi bəzilə şu badımcanlar ki qaynadı tökədlə dəbbə üstünə turşu tökədlə rasmarayı buldu getdi. Bəzilə bu badımcanların qarnını ki yarıtdınan sonra bunların qarnını dolduradılar. İndi sarımsaq, cəvnəfərəngi, səbziهای معطر، گشنیز، جعفری، مرزه bunları xurdalətlə öncə bıçaqla tökədlə bu badımcanların qarnının içinə dolduradılar. Duzunu hem ki öncədən tənzim olubdu. Bu dəbbənin içinə qəlidlə yaxud ki badımcanları tökülən dəbbənin içinə sonra turşunu hem tökədilər. Vaqan məzəli olardı. Bunu sonra pilavla yeyən, yaxni pilavla yeyən görərsiniz ki toylarda turşu badımcan gətirədən issi evi götürərdi. Sağ olun.